AFA rəsmləri Lənkəranda. Bunu eşidəndə sevindim. Dedim Fırtınalar meydanının keçmiş günləri, Xəzər Lənkəranın keçmiş qələbələri, o dövr qayıdır. Xəzər Lənkəran Neftçi qarşıdurması maraqlı günlər idi. Amma əfsuslar olsun ki, AFA rəsmləri Lənkəranda oldular. Lənkəran Olimpiya İdman kompleksindən baş çəkdilər. Amma nə üçünsə Fırtınalar meydanına gəlmədilər. Xəzər Lənkəranın arenasına baş çəkmədilər. İndi bunun səbəblərini sonra çalışacağıq, öyrənək. Onunla yanaşı Masallıda bizim bu yaxınlarda çəkdiyimiz video olan Ərkivan qəsəbəsində meydançaya da baş çəkiblər AFA rəsmləri və başqa digər Bilasuarda, Cəllabadda və Səlyanda da meydanlara baxıblar. Və bu o deməkdir ki, AFA rəsmləri müəyyən qədər regionlarda olan bu zonanın meydançaları ilə maraqlanırlar və böyük futbolun ora qayıdışı ola bilər. Əlbəttə, bir çox şeylər yerli futbol klublarından, yerli futbol mesenatlarından və futbol komandalarının özlərindən asılıdır. Hamısına uğurlar.